izləyicilər, hal-hazırda Tovuz rayonunun ən ucqar dağ kəndlərindən olan Koxanəbi kəndindəyik. Bugün 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Əkbərov Muraz Məzahiroğlu'nun doğum günüdür. Bizlər də hər zaman olduğu kimi Tovuz Turan Şəhid Ailələri Birliyi olaraq gəlmişik şəhidimizin ziyarətinə. Hava şəraiti normal olmasa da yağışlıqdır, palçıqlıqdır. Biz çalışmışıq, dağa çıxa bilmişik, ziyarətə çıxa bilmişik. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Koxanəbi kəndi mənfur erməni ilə illərdir sərhəddir. Demək olar ki, bu kəndin körpə uşaqları belə qəhrəmandır. Belə deyim də, uşaqlar ana ailəsi ilə böyüyəndə bu kəndin uşaqları, körpələri güllə səsi ilə böyüyüb. Hər zaman da atəşkəsi pozub mənfur düşmənlər. Hər zaman bu kənddə güllə səsi eşidilibdir. Allah kənd əhlinə, kənd sakinlərinə möhkəm can sağlığı versin. Allah cümlə şəhidlərimizin ruhunu şad eləsin.